Salam dostlar. Bəzən el arasında tük dönməsi kimi tanınan dermoid kist əməliyyatları bəzən insanlar qorxaraq həkimə getməkdən imtina edirlər və proses getdikcə dərinləşir və daha böyük sahəni əhatə etməyə başlayır. Bəzən dermoid kistdə yarandığı nöqtədən təxminən 5-10 sm aralılardan bir və ya bir neçə dənə fistul kanalları yaradır. Görürsünüz, yenə dermoid kistdə, buradan ana dəliyi burada, bir dənə də burada və bu nahiyədə görürsünüz, irinliyib partlayır. Bu bir dəfə irinliyib partlayır, düzdür? İki dəfə irinliyib partlayır. Bu da onun gəlib açılan ağzıdır. Bu nahiyə bütövlüklə zədələnmiş nahiyədir. Rəngindən də bəllidir, görünür. Biz əməliyyat edəcəyik. Xəstə hər dəfə irinləyir, ağrı yaşayır. Hər irinləmədən sonra yeni kanallar formalaşır və davamlı olaraq həmin nahiyədən irinli proses axdığı üçün xəstənin paltarını batırır və bu da xəstəyə bir psixoloji travma verir, sosial problemə çevrilmiş olur və tibbi nöqteyi nəzərdən deyil, xəstələr bəzən bu sosial problemi yaşamamaq üçün həkimə müraciət edirlər. Bax, bu əsas kanaldan görürsünüz, boyayıcı məhlulu vurur, buradan və buradan çıxır. Görürsünüz, vurduqca yavaş-yavaş onun içi dolur və bu məhlul nə qədər sahəni boyuyursa, həmin sahənin bütövlüklə əlini götürür, bütövlüklə çıxardacaq. Allah görsün. Artıq görünür, buradan da çıxma dəlikləri var. Biz buradan vururuq, buralardan çıxır. Demək ki, bu qədər sahə həmin kistin. Xatırlatmaq istəyirəm ki, bu prosesləri ağırlaşmadan müraciət edib ortadan götürə bilərsiniz. Ağırlaşmamış formada aparılan əməliyyatlar daha qısa müddətə sağalır və xəstələr çox narahatçılıqlar yaşamır. Amma videoda izlədiyiniz kimi cavan oğlan əməliyyat olunub, sağalma müddəti təxminən 3 aya yaxındır zaman alıb. Baxmayaraq ki, uzun zaman keçib, amma sağalması çox effektivdir və Allahın köməkliyi ilə yenidən yaranma ehtimalını yaşamarıq. 40 gündür da hocam. 2 ay 12 gün. Ayın 28-i 3 ay olacaq. Yoldaş təxminən 2 ay öncə dermoid kistdə irinləmişdi. Çox ağır vəziyyətdə videosunu təqdim eləmişəm sizə. Təxminən 2-3 aya yaxındır ki, üzərindən zaman keçib, artıq yara tamamən qapanıb. Şükürlər olsun, əla baxıblar, təmiz, sağalıb. İndi kontrola gəlib. Doktor, çox sağ olun, çox əziyyət çəkdiniz. Yəni sizə minnətdaram. Yəni belə deyim də, açığı mən bu əməliyyat olmaqda qorxurdum. Narkozdan daha çox qorxurdum ki, yəni yatıb oyanmamaq deyə bir fikrim var idi. Ümumiyyətcə belə inanmırdım da. Çox həkimləri, yəni baxdım, elədim. İnancı sizdə tapdım da, belə deyim. Yəni həqiqətən də çox xoşbəxtəm ki, bugünkü gün, yəni sizin yanınızda, yəni sizin o qızıl əllərinizə buraxdım da özüm. Çox sağ olun, Allah sizi var eləsin. Yəni hər kəsə də məsləhət görərdim, tövsiyə edərdim ki, gəlsin sizin yanınızda əməliyyat olsun, rahat bir şəkildə. Hər kəsə yox, kimin ehtiyacı var? Kimin ehtiyacı varsa onlara. Çünki hər kəsə əməliyyat lazım deyil axı, xəstələrə. Sizdə və yaxınlarınızda bu kimi problemlər varsa, videonun altından sual bölməsinə yaza bilərsiniz. Mən Doktor Ramil Nadirov sizin suallarınızı cavablandıracağım. Diqqətiniz üçün təşəkkür edirəm.